Orta Asiyanın qəlbində sıldırım dağlar və sonsuz bozqırlarla əhatələnmiş bir ölkə var – Qırğızistan. Türklüyün beşiyində yerləşən bu diyar həm qədim ənənələri, həm də təmiz təbiəti ilə sanki zamanın donduğu bir məkandır. Burada hər bir addımda həm soyuq dağ küləyi, həm də isti qonaqpərvərlik sizi qarşılayır. Qırğızistan keçmişlə bugünün, təbiətlə insanın qovuşduğu unikal bir coğrafiyadır. Qırğızistan bugün müstəqil olan 7 türk dövlətindən biridir. O, Orta Asiyanın qəlbində yerləşir və Türkün ata yurdunda azad şəkildə varlığını davam etdirir. Üstəlik, bu ölkədə yalnız qırğızlar yaşamır. Özbəklər, tatarlar və qazaxlar da bu ölkədə sülh və əmin-amanlıq içində yaşayırlar. Təxminən əhalinin 65%-i qırğızlardan, qalan 35%-i isə digər Orta Asiya mənşəli xalqlardan ibarətdir. Qırğızistanın coğrafiyası isə insan əli dəyməmiş möhtəşəm çöllərə və dağlara ev sahibliyi edir. Elə buna görə də hər il minlərlə turist təkcə təmiz havası və toxunulmamış təbiəti üçün bu ölkəni ziyarət edir. Xizək turizmi, alpinist turları və çöl gəzintiləri ölkənin turizm sektorunda əhəmiyyətli yer tutur. Xüsusilə məşhur Pamir dağları başda olmaqla ölkədə o qədər çox dağ var ki, torpaqlarının yarısından çoxu dağlıq ərazidir. Elə buna görə də Qırğızistana tez-tez Orta Asiyanın İsveçrəsi deyilir. Paytaxt və ən çox turist qəbul edən şəhəri Bişkekdir. Oş və Talas isə həm böyük, həm də mədəni dəyərə malik şəhərlərdir. Ölkə daha çox kənd təsərrüfatına əsaslanan strukturda qurulub. Bu səbəbdən diqqətli olmağınız tövsiyə olunur. Məsələn, əgər soyuğu sevmirsinizsə və ya indiyə qədər daha çox isti yerlərdə yaşamısınızsa, Qırğızistana qış aylarında getmək sizin üçün çox da məntiqli seçim olmaya bilər. Çünki ölkədə hava çox sərt və şaxtalıdır. Bu səbəbdən Qırğızistana yaz aylarında səyahət etmək daha rahat və xoş bir təcrübə yaşamağınıza səbəb ola bilər. Tarixə nəzər salsaq, orta əsrlərdə Komin dağlarında yaşayan qırğızlar 840-cı ildə Uyğurları məğlub edərək öz dövlətlərini qurmuş və zamanla bugünkü Qırğızistan ərazisinə yayılmışlar. 1919-cu ildə isə SSR bölgədə güc sahibi oldu və nəticədə 1936-cı ildə Qırğızistan Qırğız Sovet Sosialist Respublikası adlandırıldı. 1991-ci ildə Sovet İttifaqı dağıldı və Qırğızistan tam müstəqil dövlət oldu. Bugün ölkə parlament üsul idarəsi ilə idarə olunur. Ölkənin əsas iqtisadi dayaq nöqtəsi isə heyvandarlıq və turizmdir. Qırğızlar əsasən müsəlman xalqdır. Əhalinin 80%-dən çoxu sünni İslamı mənimsəmiş insanlardır. Təxminən 17%-i xristian, az bir hissəsi isə inancsız və ya buddistdir. Ölkədə əsas dillər qırğızca və ruscadır. Ümumilikdə Qırğızistanda azad bir atmosfer hökm sürür. Qırğızlar zamanla həm Qərbin, həm də Rusiyanın mədəniyyətindən təsirləniblər və bu da geyim-kecimdə qərb yönümlü dəyişikliyə səbəb olub. Qadınlara qarşı hər hansı bir məhdudiyyət yoxdur, lakin kənd yerlərində qadınlar daha örtülü geyimlərə üstünlük verirlər. Qırğız xalqı qonaqpərvərliyə böyük önəm verir. Ev və ölkə qonaqlarını yüksək səviyyədə qarşılamaq onlar üçün çox vacibdir. Ümumiyyətlə Qırğız xalqı türkləri çox sevir, amma bir həqiqət də var ki, ölkədə işsizlik səviyyəsi yüksəkdir. İnsanlar iş tapmadıkları üçün başda Rusiya olmaqla müxtəlif bölgələrə miqrasiya edirlər. Məsələn, kənd yerlərində yaşayan bir kişi həyat yoldaşını və ya uşaqlarını kənddə qoyub xaricə işləməyə gedə bilir. Hətta bəzi ailələr uşaqlarını oxutmaqda çətinlik çəkirlər. Bu səbəbdən hər 5 ailədən birində ciddi dolanışıq problemi yaşanır. Ölkə daxili nəqliyyat da tam inkişaf etməyib. Bu boşluğu doldurmaq üçün çoxsaylı maşın sahibləri müəyyən ödəniş qarşılığında sizi istədiyiniz şəhərə aparır. Yəni sanki pulla avtostop etmək kimi bir vəziyyət yaranır. Avtomobil icarəyə götürmək də çox da əlverişli deyil. Çünki ölkədə bütün yazılar rus və qırğız dilindədir. Yol nişanlarını oxumaq və istiqamət tapmaq sizə çətinlik yarada bilər. Taksidən istifadə edəcəksinizsə, bir neçə sürücüdən qiymət öyrənin. Eyni məsafəyə biri bir qiymət, digəri başqa bir qiymət deyə bilər. Qırğızistanın əsas cazibəsi ətli yeməkləri, dağları və çölləridir. Hətta paytaxt Bişkekdə belə çox aktivlik tapa bilməyəcəksiniz.
Bişkekdə əhalinin əksəriyyəti rusca danışır. Bu səbəbdən dil problemi yaşaya bilərsiniz. Bütün bunlara baxmayaraq Qırğızıstan tək başına səyahət üçün belə çox təhlükəsiz bir ölkədir. İstər sıx bazarlarda gəzəsiniz, istər şəhərləri dolaşasınız, istərsə də çöl bölgələrində ailələrə qonaq olasınız. Heç kim sizə qarşı xoşagəlməz davranmaz. Ölkədə xaos və ya terror problemi yoxdur. Əgər cibinizdə $1000 varsa, Qırğızistanda bir ay gözəl bir tətil edə və yerli mədəniyyəti dərindən kəşf edə bilərsiniz. Bir məsələ var ki, bu doğrudan da çox vacibdir. Bura gedər-getməz etməli olduğunuz ilk iş mütləq dollar dəyişmək olmalıdır. Əgər bunu etməyib ölkədə dollarla alış-veriş etsəz və ya yemək-içmək üçün dollar istifadə etsəz, sizə qaytarılan pul adətən qırğız pulu somla edilir. Bu da o deməkdir ki, ciddi şəkildə ziyana düşəcəksiniz. Çünki yerli satıcılar sizdən rəsmi kursdan deyil, daha aşağı qiymət alırlar. Beləliklə, hansı ölkəyə səfər edirsinizsə edin, ilk işiniz bankdan və ya valyuta dəyişmə məntəqəsindən rəsmi şəkildə pul çevirmək olmalıdır. Qırğızistan hələ yeni inkişaf edən bir dövlətdir. Cəmi 30 illik bir tarixə malikdir. Bu səbəbdən ölkədə infrastruktur və şəhərsalma işləri hələ də davam edir. Məsələn, bəzi şəhərlərində yollar kifayət qədər inkişaf etməyib, toz torpaq içindədir. Elə olur ki, maşın keçən zaman hər tərəf duman içində qalır. Açıq deyək, Qırğızıstanın təbiəti nə qədər gözəldirsə, yolları da bir o qədər bərbad vəziyyətdədir. Qırğızlar əsasən bozqır, yəni geniş çöllü ərazilərdə yaşayırlar və burada yurt adlanan çadırlarda qalırlar. Axşam düşdükdə yerə döşək sərilir. Ailənin bütün üzvləri bir yurtda birlikdə yatır. Yurtlarsa keçədən hazırlanır. Keçə həm asan daşınır, həm də yüksək izolyasiya xüsusiyyətinə malik olduğu üçün Qırğızlar üçün əvəzolunmaz bir materialdır. Üstəlik keçənin üstünü qalın örtüklə sərirlər ki, yağışdan və soyuqdan qorunsunlar. Qış gələndə isə bu yurtlar toplanır və maşınlara yüklənərək şəhərə köç edilir. Ümumiyyətlə, Qırğızlar yay aylarında şəhərlərdə kəndlərə köç edirlər. Hər ailənin bozqırda öz yurdu və çadırı olur. Əsas dolanışıq sahəsi isə heyvandarlıqdır. Hər ailənin sürüləri var. Kənd həyatının sərtliyi onları bu yaşayış tərzinə məcbur edir. Bozqırlarda kişilər gün ərzində heyvanlara baxır, qadınlarsa yemək hazırlığı ilə məşğul olur. Yemək demişkən, Qırğızların əsas qida rasionu ət və süd məhsullarına əsaslanır. Süfrədə çeşid çox olmur. Məsələn, tipik bir Qırğız səhər yeməyində yalnız mürəbbə, kərə yağı, qımız və çörək olur. Azərbaycan kəndlərindəki kimi bol çeşidli, bərəkətli səhər yeməyi gözləyirsinizsə, xəyal qırıqlığına uğraya bilərsiniz. Digər yeməkləri də əsasən ət və xəmir yeməkləridir. Ən gözəl tərəfi isə odur ki, bu yeməklərin hamısı tamamilə təbiidir. Qırğızlar özləri hazırlayır, hardan gəldiyini bilmədikləri məhsulları yemirlər, amma əgər mən at əti yemirəm deyirsinizsə və qoyun keçi ilə aranız yoxdursa, Qırğız mətbəxi sizi təəccübləndirə bilər. Kənd yerlərində maraqlı bir müşahidə də edə bilərsiniz. Hər bir ailə üzvünün, o cümlədən uşaqların belə öz işi var. Məsələn, 5-6 yaşlı uşaq səhər tezdən oyanıb sürü ilə maraqlanır. 12-13 yaşlı qız isə evin yemək bişirmə işlərini üzərinə götürür. Bu da onu göstərir ki, Qırğız uşaqları kiçik yaşlarından çox yetkin davranırlar və əsla şıltaqlıq etmirlər. Qırğızıstanla bağlı daha bir həssas mövzu isə evliliklə bağlıdır. Ölkənin bir çox yerində qızların qaçırılması adəti hələ də davam edir. Bu qanunsuz olsa da ailələr çox vaxt şikayət etmir və razılaşırlar. Bu ənənə Sovet dövründən qalma bir adətdir və görünür hələ də yaşadılır. Bəzən qızlar sevmədiyi halda da qaçırılır və bu onları istəmədikləri biri ilə evlənməyə məcbur edir. Qanunla bu 10 ilə qədər həbs cəzası daşıyır, amma hər il 7-8 min qız qaçırılır. Çünki qadınların kəndlərdə tək yaşaması çox da uyğun sayılmır. Tək başına həyatı idarə etmək isə bu coğrafiyada olduqca çətindir, amma gözəl tərəfi də var. Qırğızistanda hamilə qadınlara xüsusi dəyər verilir. Onlar hər şeyin üstündə tutulur, əllərinə iş verilməz. Çünki soy məsələsi çox önəmlidir və nəsil davam etməlidir. İslam dininə uyğun həyat tərzi sürən ailə ilə qarşılaşa da bilərsiniz. Şaman ayini keçirənlərlə də. Bişkekdə bir ailə tam Rus mədəniyyətinə uyğun yaşayarkən başqa bir yerdə Tengri inancına bağlı insanlar görə bilərsiniz. Bu səbəbdən Qırğızistan hər kəs üçün fərqli şəkildə görünə bilər. Sizin rast gəldiyiniz ailənin yaşam tərzi isə Qırğızlar belə yaşayırmış dedirdə bilər, amma mənə görə Qırğızistan bozqır mədəniyyəti ilə dəyər qazanmış bir ölkədir. Ailənin birlikdə yaşaması, heyvanları birgə otarması, bir-birinə sahib çıxması, çətinlik zamanı dəstək verməsi və birlik ruhu. Bu, çox mədəni cəmiyyətlərə örnək ola biləcək dəyərlərdir. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.